Hörmətli izləyicilər, mən məslək həyatımda ilk dəfə olaraq həkimlik həyatımda qarın boşluğunun UZI müayinəsi zamanı qarın aortasının anevrizmasını təyin edirəm. Bildiyimiz kimi aorta döş aortası olur, qarın aortası olur. Hər ikisində anevrizma Azərbaycan və rus dilində belə deyilir, amma türk dilində ona baloncuq deyilir. Onun sanki şar kimi şişməsidir, nazilməşidir qan damarının, divarının və bu da təzyiqin sonucu olaraq meydana çıxır. Əgər həmən xəstələr ağır bir işə qoşulsalar və yaxud da elə birdən-bir oturduqları yerdə bunlarda nə ola bilər? Qarın aortasının laylanması həmən xəstədə ola bilər, cırılması ola bilər. Və laylanıb cırılarsa xəstənin həyatını qurtarmaq məsələsi 0, letallıq, yəni ölüm məsələsi 100%-dir. Odur ki, bizim indi kardioloqumuz tərəfindən bu mütləq exo olunacaq. Anevrizmanın dərəcəsi müəyyənləşdiriləcək və müəyyənləşdiriləndən sonra müəyyən dərəcəni keçirsə o anevrizma baloncuq, bu xanım əməliyyat olunmalı, anevrizma aradan qaldırılmalıdır. Diqqətinizə görə sağ olun.